Salam əziz şagirdlər, bugün sizlə nouns mövzu sınağının izahına baxırıq. Birinci sualda bizdən istəyir which sentence contains an uncountable noun? Sayılmayan isimdən ibarət olan cümləni istəyir bizdən. A bəndində isimimiz booksdur, kitablar, cəm isimdir. C bəndində two chairs, iki stullar, bu cəm isimdir. D bəndində five pencils, 5 karandaşlar, bu da cəm isimdir. Y bəndində several cars, bir neçə maşınlar, bu da cəm isimdir. Və severaldan sonra həmişə cəm isim gəlir. Ona görə doğru cavabımız B bəndidir. Keçək ikinci suala baxaq. İkinci sualda bizdən istəyir choose the correct plural noun, yəni cəm isimləri istəyir. Baxaq, child kökündən dəyişən isimdir. Kökündən dəyişən isimlərə heç vaxt S şəkilsi birləşə bilməz. Hamısında S şəkilsi birləşib. Ona görə doğru cavabımız children'dır. Child kökündən dəyişərək children olur. Qədim N şəkilçisindən düzəlir. Üçüncü sualımızda bizə belə bir cümlə verib. Orada bizə lazım olan kəmiyyət bildirən sözü istəyir. Biz birinci sözümüzə baxaq. Information, məlumat, uncountable noundur, yəni sayılmayan isimdir. Many'dən sonra həmişə cəm isim gəlir. A few'dan sonra həmişə cəm isim gəlir. An artiklından sonra sayıla bilən tək isim gəlir. Severaldan sonra həmişə cəm isim gəlir. Some'dan sonra cəm isim də gələ bilər, sayılmayan isim də gələ bilər. Doğru cavab D bəndidir. Üçüncüdə. Keçək dördüncüyə baxaq. Dördüncüdə bizə deyir ki, choose the correct possessive form, the room of the girls. Deyir bizə bu dırnağın içində olan ifadənin düzgün yəri çalını yazın. Belə tərcümə eləyəndə olur qızların otağı. Burada girls cəmdədir, buna fikir veririk. Bir də fikir verməliyik ki, room təkdədir. Room hamısında təkdədir, amma girlsa baxaq. Girl A bəndində təkdədir, ona görə səhvdir. Y bəndində girl təkdədir, ona görə səhvdir. D bəndində bax bu apostrof S ifadəsi səhvdir. Sonra B bəndində ümumiyyətlə apostrof qoymayıb, canlı isimlərin yəri çalında apostrof olur. Amma C bəndi düzdür. Girls cəmdədir. Cəmdə olduğu üçün də bir dənə apostrof qoyanda olur qızların, room otağı, qızların otağı. Doğru cavab C bəndidir. Beşinci testə baxırıq. Which noun is normally used only the plural? Hansı isim normalda yalnız cəmdə olur? Baxaq. Advice sayılmayan tək isimdir. Furniture sayılmayan tək isimdir. Information sayılmayan tək isimdir. Homework sayılmayan tək isimdir. Scissors, qayçı, bu iki hissəli, ayrılmaz iki hissədən ibarət olan, həmişə cəmdə olan isimdir. Bunu həmişə cəm götürürük. Altıncı testdə there isn't milk in the fridge. Burada fikir verməliyik ki, nöqtələrdən sonra bizdə milk sözü verilib. Milk süd deməkdir, sayılmayan tək isimdir. İndi elə kəmiyyət bildirən söz götürməliyik ki, sayılmayan tək isimdən işlənsin. Many cəm isimdən işlənir, ancaq many'dən sonra cəm isim gəlməlidir. A few'dan sonra cəm isim gəlməlidir. Severaldan sonra cəm isim gəlməlidir. Many of'dan sonra cəm isim gəlməlidir. Doğru cavabımız match. 7-ci testə baxırıq. Choose the correct sentence. Düzgün cümləni seçin. Baxaq, burada əsas isimlərə və isimin qarşısında işlənən sözlərə fikir verməliyik. Burada birinci cümlədə an advice gəlib. Advice sayılmayan isimdir. Ona görə qarşısında an artiklı işlənməməli idi. B bəndinə baxaq. Burada advice sayılmayan isimdir. Sayılmayan isimlər heç vaxt cəmlənə bilməz, es qəbul edə bilməz. B bəndi səhvdir. C bəndinə baxaq, amma sayılmayan isimlər a piece of-dan işlənə bilər. A piece of advice, bir hissə məsləhət, biraz məsləhət mənasına gəlir. Doğru cavabımız C bəndidir. D bəndi niyə səhvdir? İki səbəbə səhvdir. Birincisi advice sayılmayan isimdir. S qəbul edə bilməz. İkincisi də sayılmayan isimlər an artiklı, E artiklından işlənə bilməz. Y bəndi niyə səhvdir? Y bəndində isə many sözü heç vaxt sayılmayan ismin qarşısında, yəni advice-ın qarşısında gələ bilməz. Many'dən sonra cəm isim gəlməlidir. Növbəti testə keçək. 8-ci test, the plural of criterion. Bu demək olar ki, siniflər kitablarımızda var, amma buraxılış imtahanına elə də düşəcəyini gözləmirəm. Amma deyək, kriterion Latın Yunan mənşəli sözdür. Onun cəmlənməsi olur kriteriya. Doğru cavab B bəndi. Növbəti testə keçək. I have nöqtələr, friends. Friends burada biz fikir veririk ki, cəm isimdir. İndi biz elə kəmiyyət bildirən söz götürməliyik ki, cəm isimlə işlənsin. A little-dan sonra sayılmayan tək isim gəlir. A little-dan sonra sayılmayan tək isim gəlir. A few-dan sonra cəm isim gəlir, bu qalsın. Much-dan sonra
matchdan sonra sayılmayan təksim gəlir. Deyir ki, amma mənaya da bir baxaq. Deyir, mənim şəhərdə dostlarım var. Hə, mənim şəhərdə dostlarım var. Buna niyə biz matça üstə gələk qoyduq? Hə, bu matçdan sonra cəmsim gəlməz. Beləliklə mən özümü tənha hiss edirəm. Demək ki, onun dostları azdır. A little of-dan sonra sayılmayan isim gəlməlidir. A little-dan sonra sayılmayan isim gəlməlidir. Burada bir dənə qalır FU ki, FU-dan sonra cəm isim gəlir. Deyir ki, mənim bu şəhərdə bir neçə dostlarım var. Beləliklə mən tənha hiss etmirəm. FU bir şeyin yetərli olmağının mənasına gəlir. Həm də özündən sonra cəm isimində xəbəri izi doğru versə də, burada news sayılmayan isimdir. Heç vaxt E artiklından işlənə bilməz. D bəndə getdi. Burada isə yenə news sayılmayan tək isim heç vaxt cəm xəbərlə işlənə bilməz. Doğru cavabımız B bəndidir. Doğruluğunu yoxlayaq. The news is interesting. Xəbər maraqlıdır. Burada D artiklı sayılan həm də sayılmayan ismin qarşısına gələ bilər. Is isə news tək mübtədadır deyə ondan uzlaşa bilər. Doğru cavabımız B bəndi. Növbəti testə keçək. 12-ci testdə deyir, choose the correct form, the car of my parents. Mənim valideynlərimin maşını ifadəsinin düzgün formasını yazın. Mənim valideynlərim canlı olduğu üçün canlı isimlərin yəli çalı kimi düzəltməliyik. Burada mənim valideynlərim ifadəsinin təhliyi cəmliyinə baxaq. Parents burada cəmdədir. Tək olanları çıxaq. A bəndində baxın təkdədir. Sonra Y bəndində təkdədir. D bəndində bayaq da dedim. Apostrof təzədən bir dənə də S. Bu ifadə yanlışdır. Qaldı B və C variantları. B bəndində isə apostrof işarəsi yoxdur. Canlı isimlərin yəli çalında mütləq apostrof olur. B bəndində çıxdıq. C bəndində isə doğrudur. Mənim valideynlərimin maşın ifadəsi burada da təkdir. Ona görə burada da təkdir. Doğru cavabımız C bəndidir. 13-cü test. Which noun is uncountable? Sayılmayan ismi tapırıq bu dəfə. Suitcase, çəmədan. Suitcase, çəmədan bu sayılır. Bag, çanta mütləq sayılır. Shirt, köynək sayılır. Box, qutu sayılır. Luggage isə yükdür. Bəzi uşaqlar olur bunu language sözündən qarışdırırlar. Yazılışına diqqət edin. Luggage, yük, bagaj deməkdir. Sayıla bilməyən isimdir. There are nöqtələr students. Burada fikir verməliyik. Students cəm isimdir. Ona uyğun kəmiyyət bildirən söz qoymalıyıq. Bir də fikir verməliyik ki, cümləmiz təsdiqdədir, yoxsa inkarda. Ona da baxaq. Meanini bəri başdan çıxırıq. Yox, meaning çıxmırıq. Üzr istəyirəm. Students burada cəmdədir. Birinci cəm tələb edənlərə baxaq. Matchdan sonra ancaq sayılmayan təksim. Little'dan sonra sayılmayan təksim. Minidən sonra cəm isim. Bu qalsın. Little'dan sonra sayılmayan təksim. Much of-dan sonra sayılmayan təksim. Minidən sonra cəm isim. Bizdə də burada student sözümüz cəmdədir. Doğru cavab C bəndidir. Which is the correct plural of analysis? Bu bizim testlərimizə düşmür. Amma bu doğru cavabımız olur analizis. Yunan Latın mənşəli sözlərdəndir bu da. We bought two nöqtələr of bread. İndi biz burada sonu F-lə bitən isimlər necə cəmlənirdi? F, V hərfinə çevrilirdi və sonuna I-S sonluğu artırılırdı. Loaves səhv cəmlənib. Burada two deyir deyə, 2 dənə deyir deyə ismimiz cəmdə olmalıdır. Burada loaf yenə təkdədir. D bəndində isə F, V-ya çevrilməyib. Doğru cavabımız loaves. C bəndidir. 17-ci testimizə baxaq. Which sentence is correct? Hansı cümlə doğrudur? Baxaq. Trousers sözü ayrılmaz 2 hissədən ibarət olan isimdir və həmişə cəmdə işlənir. D bəndində cəm ismin qabağında I artiklı gəlməz. C bəndində trouser deyə bir sözümüz yoxdur. Özü də qabağında 2 sözü gəlib, hələ bir ismi də təkdə veriblər. Bu belə bir ifadə yanlışdır. 2 sözündən ingilis dilində isim birdən artıqsa mütləq cəmdə olmalıdır. B bəndində trouser deyə bir ifadə yoxdur. A bəndində bir də Y bəndinə baxaq. Bunlar oxşardır. Y bəndi səhvdir. Niyə səhvdir? Burada one sözü gəlib. Trousers isə cəm isimdir. Cəm ismin qabağında biz necə bir sözü işlədə bilərik? Həmişə cəmdə olan ismin qabağında bir sözü gəlmir. Ona görə bu da səhvdir. A bəndinə baxaq. I need a new pair of trousers. Mənim yeni bir cüt şalvara ehtiyacım var. Bu ifadə doğrudur. Cəm ismin qabağında bir cüt işlədə bilərik. Növbəti testimizə baxaq.
Which the correct option there is nöqtələr furniture in the room. Burada fikir veririk nöqtələrdən sonrakı sözümüz furnituredir. Mebel sözü tək isimdir. İndi elə kəmiyyət bildirən söz seçməliyik ki, özündən sonra tək isim tələb etsin. Manydən sonra ancaq cəm isim, a few-dan sonra ancaq cəm isim, several-dan sonra ancaq cəm isim, a number of-dan sonra ancaq cəm isim, some-dan sonra cəm isim də gələ bilər, sayılmayan tək isim də gələ bilər. Doğru cavab D bəndi. Which sentence uses the noun correctly? Deyir, hansı cümlədə isim doğru istifadə olunub? Gəlin baxaq. A bəndinə baxaq. Mübtədamız palace-dir. Palace həmişə cəmdə olan isimdir. Cəm isim isə cəm xəbərlə uzlaşar. Is burada tək xəbərdir. A bəndi getdi. Sonra C bəndində palace sözü e artiklı qəbul edir. Cəm isim heç vaxt e artiklı qəbul etməz. Sonra D bəndində palaces ifadəsi yoxdur. Palace sözü özü cəm isimdir. Təzədən bir də s artırıb cəmləməyə ehtiyac yoxdur. Sonra qaldıq Y bəndi. Y bəndində palace cəm isimdir. Is isə tək xəbərdir. Cəm mübtəda ilə tək xəbər heç vaxt uzlaşa bilməz. Doğru cavabımız B bəndidir. The palace are. Palace cəm isimdir deyə cəm xəbərlə uzlaşmalıdır. Doğru cavab B bəndi. Choose the correct sentence. Deyir, düzgün cümləni seçin. Baxaq. B bəndində information sayılmayan isimdir. Sayılmayan isim heç vaxt cəmlənə bilməz. B bəndi getdi. C bəndi information məlumat sayılmayan tək isimdir. Heç vaxt an artiklından işlənə bilməz sayılmayan isim. D bəndi manydən sonra heç vaxt sayılmayan isim gələ bilməz. Y bəndi information sayılmayan isimdir. Heç vaxt cəmlənə bilməz. Doğru cavab A bəndidir. To pieces of tutun bildirən sözdür. Və burada bu pieces-in özünə aiddir, information-a aid deyil. Demək ki, doğru cavab A bəndidir. Və bu qədər mövzu sınağımızın sonuna çatdıq. İsim bölməsini tam əhatə eləyir. Bir əlavə olaraq da burada biz kəmiyyət bildirən sözlərlə ismin uzlaşmasını da gördük. Hələlik.